Bir nəfər oğlu ilə ağsaqqal kişi gedirlər, yol gedirlər. Səhralıqda bir yerdə kişi atası, oğlanın atası can verir, xəstələnir birdən-birə, ölür. Uşaq qalır, deyir, avara cavan, neyniyim bunu, necə dəfn eləyim, neyniyim, harada dəfn eləyim, neyniyim, nə namazın qılım, meyit namazı bilmirəm, cavan oğlandır. Deyir, qalır belə təlaş içində, bu yandan atasının ölümünə qəmlənir, bu yandan dəfn işlərini bilmir, neynəsin, heç kəs də yox, birdən görür bir çoban gəlir qoyunları ilə. Görür ki, təlaş içində, nə olub, bir atam burada rəhmətə getdi, qalmışam belə. Deyir, onu kəndə apara bilməyəcək, ikimizi uzaqdır yol. Su da burada qüsul üçün yoxdur, bunu təyəmmüm eləyək burada və meyid namazını mən bir tər qılaram, çoban deyir. Qılaram və onu dəfn edəyəcək. Deyir, dayanır, çoban meyid namazı, bu işləri görür, meyid namazını qılır, nəsə dua eləyir, namazdan sonra dua müstəhəbdir. Sonra deyir, dəfn edirlər bu kişini. Oğlu deyir, qəbrindən ayrılmıram bu gecə. Atam qərib öldü, filan öldü, yatır yanında. Yatır, deyir, oğlu atasını yuxusunda görür. Atası deyir ki, mənə çox böyük məqam verdilər oğlum, filan. Görür ki, atasının halı, əhvalı çox gözəldir. Deyir, bu nəyin nəticəsidir? Nə əməlim, mən bilirdi atası kimdir, nə günahın sahibidir. Yəni, sən bu əməlindən bu məqam uyğun deyil. Deyir, o çobanın duasına görə oldu hər şey. Çobanın duasına görə. Bu yuxudan durur, çobana deyir, belə yuxu gördüm. Deyir, görəsən nə irfani dua eləyib bu çoban. Hansı arifanə dua eləyib filan. Çobana deyir, sən nə dua elədin? Deyir, nə dua, mən dua zat bilmirəm. Mən namazı gücdən qıldım, meyit namazını. Mən səhv qıldım, düz qıldım. Qıldım bir tər. Mən dua zat bilmirəm, mən namazını qıldım, meyit namazını. Sonra dedim ki, ilahi, bax, bu sənin qonağımdır. Bu gecə bu mənə qonaq gəlsəydi, mən çoban, əlimdən gələn eləcəkdim. Bu quzulardan kəsib, nə gücüm çatır, kebab pişirəcəkdim, onu mən özümə layiq qarşılayacaqdım. İndi bu sənə qonaqdır, bax da özün. Özünə layiq sən qarşıla. Bu söz bəsdir, bu söz bəsdir.